Hazreti Əmirəl-Möminlər əleyhissalam Nəhcül Bəlağədə hikmətlərinin birində buyurur ki, Miskinu bunu Adəm, insan övladı çarəsiz, biçarədir, yazıqdır. Ya Əmirəl-Möminin niyə görə insan zəifdir, çarəsizdir buyurur ki, birinci budur ki, insan zəifdir, məktumul əcəl. İnsanın əcəli gizlindir. İnsan ki, dünyada yaşayır, nə vaxt öləcəyini bilmir. Bilir bir gün öləcəm, amma nə vaxt öləcəyini bilmir. Bilmir günah başında öləcəm, namaz başında öləcəm, yemək üstündə öləcəm, yatdığım yerdə öləcəm. İnsan bundan xəbərsizdir. Öləcəyini bilir, amma nə vaxt öləcəyindən xəbəri yoxdur. Məktumul əcəl. İnsanın ölümü gizlindir. Çarəsizliyi budur. İki budur ki, məktunul iləl. İnsanın xəstəlik dərdləri naməlumdur. Həmişə acı hadisələr, xəstəliklərə düçar olmaq təhlükəsindədir. Görürsən, insan bir gün başını tutur, baş ağrı dərmanı atır, bir saat sonra qıçını tutur. Ümumiyyətlə, dünya həyatında hər gün insan bu proseslərlə özləşir. Daima bədəninin ağrıları dinmir. Biri qurtarır, biri başlayır, biri qurtarır, biri başlayır. Daha sonra vurur ki, insan ucuzdur, insan çarəsizdir, məhfuzul əməl. İnsan əməlləri qorunub saxlanılır. Yəni, insanın əməl dəftərində əgər özünün yadından çıxsa belə etdiyi pis və yaxşı əməllər Allah tərəfindən qeyd olunur. İnsanın sağında olan yaxşı mələk yazır, yaxşıları yazır, solunda olan pis günahları yazır. Vay o gündən ki, insanın sağında olan yaxşıları yazan mələk yata bir ömür, soldaşı bir dənə böyük dəftəri yazar. Vurur ki, insan çarəsizsən buna görə ki, sənin əməllərin qorunub saxlanılır. Yaxşı və pis əməllərin. Vay o gündən ki, sənin pis əməllərin dəftərdə dolmuş olan. Daha sonra əleyhissalam buyurur ki, insan çarəsizsən, miskinu bunu Adəm, insan yazıqsan, buna görə ki, dolimuhul bəqqa. Bir dənə ağcaqanad səni incidir. Görürsən, yayın istisidir, 40 dərəcə istik, 4-ün 4-ə betada yatmırsan, görürsən, bir dənə dırnaqdan balaca bir dənə ağcaqanad səni qoymur yatmağa. Səsi ilə, sənin dişləməsi ilə səni incidir, səni yatmağa daha qoymur. O boydana varlıq, sən boydana varlığı narahat eləyir. Buyurur ki, insanın acizliyin biri də buradadır ki, və təqtuluhu şərqa. İnsanın boğazında suyun qalması, yəni insan nəfəs yoluna bir düyünün, bir suyun getməsi insanı öldürür. Görürsən də insan bir dənə buğda dənəsi, bir dənə düyü, bir dənə su insanı görürsən nəfəs yoluna gedən kimi insan ölümdən qayıdır. Daha sonra budur ki, insan övladı, sən çox çarəsizsən, yazıqsan, budur ki, və tumtinuhul arqa, öz bədəninin tərini iyi sən narahat eləyir. Biri var ki, insan başqası